Xülasə insan ki gəldi, Allahın ki huzurunda dayandı, vaxt ki ayırdı, münacata ki başladı, nə baş verir? Baş verən budur ki, insan artıq peşman olmağa başlayır. Xəcalət hissi bürüyür bütün vücudunu. Artıq bu gördünüzsə bu halət üz yaranıb, artıq münacat başlayıb. Artıq mövzu başlayıb, söhbət başlayıb. O ki gördünüz də artıq tövbə eləmək fikrinə düşmüsünüz, artıq söhbətdəsiz siz. Çünki söhbət belə deyə monoloq deyil, dialoqdur. İnsan tövbə eləyəndə məsələ iki tərəflidir, bir tərəfli deyil. Artıq proses başlayıb. Artıq proses başlayıb. Amma baxır sənin tövbəvin nə qədər əzəmətli olmasına, münacatın daha şirin olması tövbənin dərin olmasından keçir. Tövbənin dərin olmasından keçir. Əslində münacata gedən yol tövbədən keçir.